Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil amin ve ala alihi tahirinel masumin. Ve la'nu daim ala a'daihim ecma'in minel ana ila yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul ugdeten min lisani yefkahu kavli. Mübarək cümə günüdür. Allah-u Teala'nın rəhmət, məğfirət, bağışlanma günüdür. Allah hər birimizi bu cümə gününün feyzindən bir nəsib eləməsin inşallah. Eyni zamanda bilirsiniz xanım Fatimə Zəhra salamullahi əleyhanın şəhadət günləridir. Və bu barədə silsilə çıxışlarımız inşallah bugün cümədir deyə olmayacaq. Sabahdan inşallah yenə də sizlərlə müəyyən məsələləri danışacaq Allahın izni ilə. Bildiyiniz kimi bu günlər ölkəmiz üçün xüsusi əhəmiyyətli bir günlərdir. Zəfər bayramıdır. Ordumuzun uzun illərdən bəri insanların, xalqın alnında olan ləkəni təmizlədiyi gündür. Və bugünkü gün həqiqətən hər bir Azərbaycanlı üçün qəlbində vətən sevgisi olan hər bir kəs üçün önəmli və əhəmiyyətli və əlamətdar bir gündür. Ona görə hamımız bu günün şükrün Allah üçün eləməliyik, Allaha həmd və sənalar eləməliyik ki, Allah bizlərə bu böyük qələbəni nəsib elədi. Allah əziz şəhidlərimizi rəhmət, qazilərimizə can sağlığı versin və bu qələbəni şərtləndirən həm hərb meydanında, həm siyasət masasında bu qələbəni təkmilləşdirənlərdən razı olsun inşallah. Həqiqətən çox böyük, əhəmiyyətli və dəyərli bir şeydir. Bir xalqın izzətinin göstəricisi onun qələbəsidir. Əgər Allah göstərməsin, qələbə olmazdısa, o zaman insan izzətli ola bilməzdi. İnsan daim kimlərinsə yanında müəyyən qədər alnı kölgəli olacaqdı. İnsana izzət verən, insanı ucaldan, insanın sözünü eşitdirən neçə dənə mühüm amil var, onlardan biri də düşmən üzərində qələbədir, gücün olmasıdır. Və Allaha həmd olsun ki, müstəqil Azərbaycanımız güclüdür. Müstəqil Azərbaycanın ordusu güclüdür. Müstəqil Azərbaycanın xalqı güclüdür. Bu çox mühüm və önəmli məqamdır. Bura siyasət tribunası deyil. Sadəcə biz vətəndaş olaraq öz mövqeyimizi bildiririk və məsələnin mənəvi tərəflərinə də mən toxunacağam. Bu zəfər, bu qələbə bizə Allahın qüdrətinin növbəti bir təzahürü oldu. Biz Azərbaycan xalqı olaraq Allahın məzlumların yanında olduğu, zülm olunmuşların yanında olduğu və zalimlərin qarşısında olduğunun bariz nümunəsini gördük. Qələbəni şərtləndirən bir neçə dənə əsas amil var. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Amma şəhidin çevrəsini təkcə dünyasını dəyişənlərlə məhdudlaşdırmaq olmaz. Allah yanında o insan ki, o döyüş meydanındaydı və bu əzmdə idi ki, mən də döyüşüm, bu vətən yolunda, Allah yolunda bu canımdan keçim, amma şəhadət nəsibi olmadısa, dünyasını dəyişmədisə, yaşayırsa elə bu da şəhidlərin savabına şərikdir. İnsan hansı vətəndaş harda olmağından asılı olmayaraq, hər hansı bir cəmiyyətin işin dəstəkləyirsə, onların işində şərik olmağı səmimi qəlbdən arzulayırsa, bu onun əməlində şərik olmağın göstəricisidir. Quran-ı Kərimdə Muhammed surəsinin 7-ci ayəsi var. Ayə buyurur: Ya eyyuhəllezine amenu in tansurullah yansurkum və yuthabbit aqdamakum. Ey iman gətirənlər, əgər siz Allaha kömək edərsinizsə, Allah da sizə kömək edər və sizin qədəmlərinizi sabit eləyər, möhkəmləndirər. Ayənin təfsirini adətən belə veririk ki, Allaha yardım deyəndə Allahın yardıma ehtiyacı yoxdur. Amma insan Allah dininə yardım eləyərsə, nəticədə Allahın da yardımı, lütfü o insanların halına şamil olar. O insanlar izzət taparlar və qədəmləri sabit olar. İkinci maraqlı izahlardan biri də budur ki, insan müəyyən iş görmək üçün Allahın yardımına və lütfüne möhtacdır. Allah istəyir bir cəmiyyət qalib olsun, amma bu cəmiyyətin özündən hərəkət lazımdır. Əgər bir cəmiyyət özündən hərəkət eləyərsə,
və bu qələbəni qazanmaq üçün ciddi cəhdlə can atarsa, təbii ki, Allah da bunun köməyi olacaq və onların qələbəsinə şərait yaradacaq. Bizim qələbəmiz ayənin bariz nümunəsidir. Ayənin bariz nümunəsidir ki, bizim əziz ordumuz, qüvvətli, müzəffər ordumuz düşmən üzərində, daha doğrusu düşmənlər üzərində qələbə qazandı. Düşmənlərin bəzisi cəbhə boyunca düzülmüşdür. Bəzisi masa arxasında düzülüb, bəzisi dost qiyafəsində, amma bizim ordumuz, bizim Azərbaycan xalqımız düşmən ordusuna qalib gəldi. Düşmənlər ordusuna qalib gəldi. Buna görə də məsələ çox ciddi və önəmlidir. Həqiqətən də bu qələbənin qazanılması, bu qələbənin olması istər siyasi, istər ictimai, istər iqtisadi yönündən çox şaxəli və əhəmiyyətli mövzudur. Bu bir. İşin mənəvi tərəfinə gəldikdə isə, Quran-ı Kərimdə Allah Peyğəmbərinə böyük fəthi verəndə, Məkkəni fəth eləyən zaman buyurdu ki, Bismillahirrahmanirrahim, İzə cəə nəsrullahi vəl-fəth, Allahın yardımı sənə gəldiyi zaman Fəsəbbih bihamdi rabbikə vəstəğfirhu innehu kana təvvaba. 3-cü ayə. Allaha təsbihdir, Allaha həmd elə, fəsəbbih bihamdi. Allaha təsbihdir, Allaha həmd elə, vəstəğfirhu. Ondan bağışlanma dilə, innehu kana təvvaba. Həqiqətən Allah tövbələri qəbul eləyəndir. Bu, Peyğəmbər əleyhissalama verilən bir əmr idi ki, maddi qələbənin yanında, ola bilər qələbənin özünə məxsus bir xüsusiyyəti var, insanda məğrurluq yaradar. Məğrurluq yaradanda başa düş ki, bunu sənə əta eləyən Allahdır. Və bunun üçün Allaha təsbihdir, əstəğfirullah denən ki, bu zahiri qələbə səni qürrələndirməsin. İnsan zahiri qələbəni qazanmaqla yanaşı, mənəviyyatı üzərində də qələbə qazanmalıdır. Həm zahirin, həm dünya meydanının, həm mənəviyyat meydanının qələbəsi çox önəmli və əhəmiyyətli qələbələrdən biridir. Həzrəti Peyğəmbər əleyhissalam buyurdu ki, xoş gəlib o qövm ki, o cəmiyyət, o döyüşçülər ki, onlar kiçik cihadı başa vurdular, qaldı böyük cihad. Soruşdular, ya Resulallah, böyük cihadı nədir? Kiçik cihad ki, sən deyirsən, biz burada adamlar itirmişik, yaralanmışıq filan. Peyğəmbər buyurdu, böyük cihad insanın nəfsi təmayülləri üzərində qazandığı cihadıdır. Həqiqətən bu daha böyükdür. İnşallah xalq olaraq həm maddi, həm mənəvi cihadda Allah bizləri həmişə qələbə ilə birgə eləsin inşallah. Bismillahirrahmanirrahim. İzə cəə nəsrullahi vəl-fəth və rəayətən nasi yədxuluna fi dinillahi əfvaca fəsəbbih bihamdi rabbikə vəstəğfir innehu kana təvvaba. Sadaqallahul əliyyul əzim.